Ümumiyyətlə, yosun deyilən bir bitki dünyanın yaranışında ilk yaranan bitkidir. 3,5 milyar il yaşı olan, dünya qədər yaşı olan yosundur. Bugün kosmetologlar bu yosundan istifadə edib qızlarımızın dərisini cavanlaşdırırlar. Amma kosmetologlar buradan aparıb spirulinadan kosmetoloji istifadə edirlər və qəşəng də sizdən pul qoparırlar. Amma siz bilsəniz ki, 100 kapsulalı spirulina, yosunla siz özünüzü nə edə bilərsiniz? Cavanlaşdıra bilərsiniz. Pulsuz müalicəni özü edir. Necə bədənin təmizlənməsi, dərinin də cavanlaşması üçün kosmetik vasitə. Xanımlar, gedib geri vurdurursunuz, qırışları dəfmək üçün iğnələr vurdurursunuz, haranı yıldırmaq üçün nə edirsiniz? Vallahi bir spirulina sağlamınıza qovuşa bilərsiniz. Bədəndə olan 91 maddəni yeməksiz verən bir qida ələbəsidir. Kosmosa uçan insanlar bununla yaşayırlar göydə. Moskva kosmonavt və Yustur bunu tonlarla alır, öz ölkəsində kosmosa uçanlara, kosmonavtlara verir, minüsünə daxil edir ki, onlar göydə yemək yeməsinlər. Nə yesinlər? Spirulina günə 4 kapsul qəbul etsəniz, getdikcə sizin hüceyrələrinizin ucunda olan telomer zəncir, yəni sən qozaldan zəncir qozalmayacaq, başlayacaq uzanmağa, böyüməyə. Biz niyə qozalı bölürük? Hüceyrənin içində olan telomer zəncir qısalmağa başlayır. O qısaldırsan biz də qısalır. Hətta büzüşürük. Sən əgər bunu versən, o telomer zəncir uzanacaq, böyüyəcək və inkişaf edəcək və yeni hüceyrə edəcək. Mitokondri eşitmişsiniz? Hüceyrənin müvəssisində olan mitokondri enerji mənbəyidir. Bizim enerjimiz olmazsa qeysiz olaraq. Bunu qəbul edəndə həmin dəqiqə bədəndə enerji sizdirsən. Görürsən, buradan da ağına istilik də verir. Qəribə bir tərkibi var. Yolda var tərkibində, kalimi, maqnezmi, torpaqda nə varsa